Yeri gəldi, mən deməliyəm. Mehriban xanım, siz dini ziyarətgərlərə çox böyük işıqlar verdiniz, nur verdiniz. Bu əvəzsiz xidmətlərdir. Bunlar peyğəmbərlərdən miras qalan ziyarətgahlardır. Bunun İslam'a bağlılığı yoxdur. Bu bağlılıqlar hamısı İbrahimə gedir. Qədim peyğəmbərlərə gedir. Möhtəşəm binalar xarab olacaq. Yağışdan, küləkdən hər şey solacaq. Sən qurdun muğamdan yüksək bir bina, yağışlar, tufanlar toxunmaz ona. Sən, Mehriban xanım, muğamı 8000 ildən sonra vətəni Bakıya gətirdin və onun möhtəşəm abidəsini yarattın. Bu, sizin Allaha olan müqəddəslik hesabatınız və ona göstərəcəyiniz müqəddəslik şəhadətnaməsidir. İndi sizdən xahiş eləyirəm, müraciət eləyirəm. Baba dağı əcdad dağıdır. Dini ocaqların nüvəsidir Baba dağı. 4 kilometr yüksəklikdə insanlar sel kimi iyul-avqust ayında ora axışır. Və 4 kilometr yüksəklikdə orada şeytana daş atılır. O şeytana daşı atan İbrahimlə İsmail olub. Orada. Demək, ora çıxan adam iyun-avqust ayında 7 iqlimin hamısını görür. Və o dağdan bütün Azərbaycan görünür. Və o dağa müqəddəslik naminə kanat çəkdirməyin vaxtıdır. Mən müraciət edirəm. Baxın özünüz necə ora kanat çəkdirilsə, geç-tez hamı biləcək ki, əcdad nöqtə oradır. Bəşəriyyətin əcdadı oradır, hamı ora gələcək. Biz artıq bunu Qobustan qayaları ilə, xalçı işarələri ilə, başqa toponimlərlə biz hamısını bunları sübut edəcək ki, bəşəriyyətin kökü Azərbaycana bağlıdır. Bakı deyəndə biz ağlayan hüzün yeri, ələm yeri, atəşgah nəzərdə tuturuq. Bakı deyəndə, ana Bakı deyəndə Qobustan qayalarını nəzərdə tuturuq. Dünya ora ziyarətə gəlib, qibləgah ora olub. Ona görə də ora kanat çəkdirməzsə, o pul öz xərcini çıxardacaq. O iş öz xərcini çıxardacaq artıqlaması ilə. Amma bu əbədi bir bağlantı olacaq. Sizə əbədi bir bağlantı olacaq. Bunu mənə bir din tədqiqatçısı kimi, dinşünas kimi, tədqiqatçısı kimi deyirəm, tarixçi kimi, alim kimi deyirəm və sizə uğurlar arzulayıram.